Anam öldü. Son nəfəs, son hıçqırıq, son nida. Bizə dedi əlvida. Bir saat əvvəl duyan, hiss eləyən bir insan yatağında daş oldu. Heçliyə doğru axan bir axına qoşuldu. Anamın ölümündən bir an keçib, ancaq o daş olub insan ikən öz-özünü danıbdır. Bircə anda o bizdən 1000 il aralanıbdır. Anamı dəfn etdik. Töküldü dən gözümün yaşı. Həmin gün məzarın baş tərəfindən anamın yerinə qalxdı başdaşı. Anamın əvəzi başdaşı oldu. Kölgəsi özü ilə yanaşı oldu. Öldü mü? Elə bil o yoxmuş əsla. Bir ay tamam oldu. Düz bir ay. Bir gün gəldim qəbristana. Anamla deyil, onun başdaşıyla görüşmək üçün. Düzü gözlərimə inanmadım mən. Bir heyrət dalğası ötdü sinəmdən. Yaxşı yadımdadır. Dəfn ediləndə sonuncu qəbirdir anamın qəbri. Qəbirlə doludur sağ solu indi. Nədən məzarlıqda vaxt düşmür yada? Demə o burada da varmış. Ölülər məskəni məzarlıqda da zaman qədəm-qədəm addımlayırmış.